Salam İlkin Bey. Salam. Hara gedirsiniz? Bu binada mutfaqçının açar təslim mənzilləri var və mən istəyirəm ki, özüm gedib buna baxım ki, hansı formada açar təslim edirik. Bizim hal-hazırda əməkdaşlarımız oradadır, özüm üçün də maraqlıdır. Əgər sizin də vaxtınız varsa, birlikdə getsək əla olar. Vaxtınız var? Var, gedək. Getdik. Bu təmiri digərlərindən fərqləndirən əsas üstünlük nədir? Bu təmir digərləri ilə nədir? Bu mənzillərdə ümumiyyətlə mutfaqçı açar təslim. Hal-hazırda biz həmən mənzillərdəyik. Bu mənzillərdə demək olar ki, hər şey mutfaqçı tərəfindən təmin edilir. Bildiyimiz keramogranit, hansı ki bunu biz İspaniyadan gətiririk, Grispaniya. Bildiyimiz hamam otağı. Gəlin bir anlığına bu otaqlara baxalım. Bu hamam otağında bizim dizaynerlərimiz İspaniyadan məhz bu mənzilə özəl çox fərqli bir keramogranitlər gətiriblər. Siz diqqət eləsəniz, burada travertinlə mavi rəngin sintezidir və çox gözəldir. Bu gözəlliklə paralel, məhz bu mənzildə bizim Hansgrohe ilə bir kontraktımız var. Mutfaqçının Hansgrohe ilə kontraktına görə İspan gözəlliyi Alman funksionallığı ilə birləşir. Birləşir demişkən, mən indi sizə çox fərqli bir dizayn həllini göstərəcəm ki, əminəm ki, bu sizin çox xoşunuza gələcək. Bu mənzillərdə mutfaqçı dizaynerləri çox fərqli bir trendin istiqamətlərindədirlər. Deməli, diqqət eləsəniz, mənzilə girdiyiniz anda dəhlizdən eyni daşla xüsusi bir İspan keramikasıdır. Mətbəxə giriş olur. Bu bizim mətbəximizdir. Yenə eyni daşdır və ən əsası mətbəx mebelimiz, bu arada mətbəx mebelimiz Nolte-dən gəlir, Almaniyadan gəlir bu mənzil üçün və Nolte mətbəxlərinin üzərində eyni stildə keramogranit olacaqdır. Yəni biz 60-ın 120-yə olan ölçüdə bütün evin polunu düzəldirik və eyni teksturada Sintered Stone yenə İspaniya Coverlam şirkətindən olur mətbəxin üzərində. Bu bir trenddir. Artıq insanlar bir materialdan evin müxtəlilən güşələrini həll edirlər. Və mən sizə deyim ki, bu mənzillərdə tavan hissəsi İspaniyadan hazırlanan Kerlux, keramogranit yenə İspaniya, daşların bəzi istiqamətləri İtaliyadan gəlir. Mebel Almanya. Bir sözlə mutfaqçı bu proyektdə bir dirijor kimi, bir interyer ekosistemi kimi evin bütün elementlərini müxtəlif yerlərdən təchiz edir və əlbəttə ki, digər mebellər mutfaqçı hissəsi alır. Amma mən sizə hələ ən vacib mutfaqçının sirrini qeyd etməmişəm. Bu hansı sirdir? Bax, bu sirri demək üçün gəlin növbəti mənzilə gedək. Mutfaqçının əsas sirri bizi biz eləyən məhz komandadır. Sənətkar yorulmayasan. Salam. Nətərsiz? Sağ olun şükür. Neçə günə inşallah bitiririk? 3 gün Allah qoysa. Allah qoysa. Vacib məsələ. Diqqət eləyin. Polu görürsünüz necə səliqə ilə bağlayıblar. Bu detallar bizim üçün önəmlidir. Bəzən düşünürlər ki, mebel nədir? Gözəl taxta, gözəl element. Amma inanın ki, bəzən xidmət bizim sektorda elə mebel qədər önəmlidir. Yorulmayasınız, inşallah görüşərik. Hələ buradayım. İşıqlandırma ilə bağlı nə deyə bilərsiniz? İşıqlandırma müasir interyerin ən vacib alətlərindən biridir və mən düşünürəm ki, işıqlandırma haqqında ayrıca bir video çəksək əla olar. Növbəti dəfə görüşsək, mən sizə işıqlandırmadan söhbət edəcəm. Çox sağ olun. Siz də sağ olun. Əminəm ki, mutfaqçı təhvilləri yalnız bizim, yalnız bizə baxanların deyil, bu təhvili əldə edənlərin də çox xoşlarına gəlir.